Əminə bu döyüşü doğrudan da özü qazandı. Son günlərin ən çox danışılan adı Əminə Əliyeva. O, light sand üzrə dünya çempionu oldu. Lakin sosial mediada suallar çoxdur. Bu qələbə onun şəxsi gücünün nəticəsidir, yoxsa kənardan bir dəstək oldumu? Gəlin bu suala onun doğum xəritəsi ilə cavab axtaraq. Əminə Əliyeva 9 aprel 2014-cü ildə doğulub. İlk baxışdan diqqət çəkən əsas enerjilər: 4 imperator, 9 müdrik insan, 13 ölüm, 7 döyüş maşını və 11 güc enerjiləri. Bu enerjilərin hər biri onda eril, maskülen gücün çox yüksək olduğunu göstərir. Yəni o həm fiziki, həm də ruhən çox güclü qızdır. Bu enerjilərə sahib insanlar istər qadın, istər kişi olsun, qarşısı alınmaz iradə və güc nümayiş etdirir. Əgər videoya diqqətlə baxsanız, görərsiniz ki, Əminə sanki ətrafı duymur, yalnız döyüşə fokuslanıb və rəqibini böyük cəsarət və enerji ilə məğlub edir. Və indi diqqət onun karmik proqramı 6, 8, 20. Əminə əvvəlki həyatında güclü, nüfuzlu bir kişi olub, amma ailəsindən soyundan üz döndərib. Bu həyatda isə onun missiyası bir qadın kimi ailəsinin və nəslinin adını ucaltmaqdır. Bu da bu qələbənin təsadüf olmadığını sübut eləyir. Daha da dərinə baxsaq, onun ürək çakrasında ana nəslindən gələn enerjilərdə və pul kanalında idmanla bağlı çox güclü 7 döyüş maşını və 11 güc enerjiləri var. Bu da onun belə gənc yaşda dünya çempionu olmasını təsdiqləyən əsas enerjilərdir. 11 sıradan bir rəqəm deyil. Bu enerji idmanla, güclə və məqsədə çatmaqla bağlıdır. Və təsadüfi deyil ki, peşəkar idmançılardan bir çoxunun doğum xəritəsində 11 enerjisi var. Daha da maraqlısı odur ki, bu qələbəni də elə Əminə 11 yaşında, yəni idman enerjisinin aktiv olduğu bir dövrdə qazanır. Üstəlik proqnozlar hissəsində də 11 yaş dövründə 16 liderlik, 11 güc, məqsədə çatma enerjiləri aktivləşib. Bundan başqa Əminənin doğum xəritəsinin mərkəzində 4 imperator enerjisi yerləşir. Bu isə onun özünə inamlı, iradəli və lider ruhlu olduğunu göstərir. 4 və digər eril enerjilər bir yerdə onun idmana meyilli bir xarakterə sahib olduğunu sübut edir. Yəni idman onun üçün tək hobbi deyil, ruhunun ehtiyacıdır. Və nəticə etibarilə doğum xəritəsinə görə sahib olduğu maskülen enerjilər bildirir ki, bu qələbə tamamilə Əminənin öz gücü, əməyinin nəticəsidir.